Hər vaxtınız xeyir əziz şagirdlər. Bugün sizlərlə bir yerdə fizika 8-ci sinif dərsliyində verilən qüvvə momenti dərsində öyrəndiklərinizi tətbiq edin. Həmçinin öyrəndiklərinizi yoxlayın hissəsində verilən sualların izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə YouTube kanalımıza abunə olun ki, digər dərslərində izahları gəldikdə xəbərdar olasınız. Gəlin başlayaq birinci sualımızdan. Şərtdə deyilir ki, lingə təsir edən qüvvələrdən hansı onu saat əqrəbin hərəkəti istiqamətində, hansı saat əqrəbin hərəkətinin əksi istiqamətində fırlatmağa çalışır? Fikir versəz görərsiniz ki, lingin üzərinə bir tircik qoyulmuşdur. Bu tirciyin kütləsini M ilə işarə etsək, həmin bu tirciyimizə yer tərəfindən ağırlıq qüvvəsi təsir edir və biz bilirik ki, bu ağırlıq qüvvəsi aşağıya doğru yönəlir və həmçinin mg düsturu ilə hesablanır. İndi burada bu gördüyünüz yayda elastik qüvvəsi yaranacaqdır. Elastik qüvvəsi biz bilirik ki, deformasiya etdirici qüvvənin əksinə doğru yönəlir. İndi burada deformasiya etdirməyə çalışan, yəni fikir versəz mg aşağıyadır, deməli yayı aşağıya doğru dartmağa çalışır. Və bu deformasiya etdirici qüvvənin əksinə doğru, yəni bu mg'nin əksinə doğru da elastik qüvvəm yaranacaqdır. Deməli mənim elastik qüvvəm yuxarıya olacaq. İndi soruşur ki, bu qüvvələrdən hansı saat əqrəbi istiqamətində fırlatmağa çalışır lingi, hansı saat əqrəbin əksi istiqamətində fırlatmağa çalışır. Fikir versəz görərsiniz ki, mg saat əqrəbi istiqamətində fırlatmağa çalışır, amma elastik qüvvəsi saat əqrəbin əksinə fırlatmağa çalışır. B variantında soruşur ki, lingə təsir edən elastik qüvvəsi 10 Newton olarsa, deməli elastik qüvvəsinin qiyməti verildi. 10 Newtondur. Onun tam ortasında yerləşmiş tirciyin kütləsi nə qədərdir? Bizdən M-i soruşur. Fikir versəz, deyir tircik lingin tam ortasında yerləşib. Onda baxın, buradan gördüyünüz bu dayağımızdan tirciyə qədər olan məsafəyə L desək, elə bax bu tircikdən gördüyünüz yaya qədər olan məsafəm də L olacaqdır. Çünki tam ortasında yerləşdiyini qeyd edir tirciyin. Və biz indi burada hansı ki lingin tarazlıq şərtini, momentlər qaydasını tətbiq edəcəyik. Biz bilirik ki, saat əqrəbi istiqamətində fırladan qüvvənin momenti saat əqrəbin əksi istiqamətdə fırladan qüvvənin momentinə bərabər olmalıdır ki, bu ling tarazlıqda qalsın. Momentin düsturunu biz bilirik. Qüvvə momentinin düsturu M bərabərdir. F vuraq L-dir. Yəni sən qüvvəni vurmalısan dayaqdan olan məsafəyə. Fikir versəz, mg qüvvəm dayaqdan L qədər məsafədədir. Onda mg-ni vuracağam L-ə. Mg vuraq L. Amma elastik qüvvəm dayaqdan, baxın, buradan dayaqdan 2 dənə L məsafədədir. Ona görə sən bərabər yazacaqsan, F elastiklik vuraq 2 ilə. Niyə bərabərləşdirdik? Dedik ki, saat əqrəbinin əksi istiqamətdə fırladan qüvvənin momenti ilə saat əqrəbi istiqamətdə fırladan qüvvənin momenti bir-birinə bərabər olmalıdır. Mg-nin momentini tapdıq, qüvvə momentini, mg vuraq L-dir. Və qeyd etdik ki, mg saat əqrəbi istiqamətində fırladı. Elastik qüvvəsində momentini tapdıq, elastik qüvvəsini vurduq. Fikir versəz, dayaqdan olan məsafəyə 2 ilə. Və elastik qüvvəsi saat əqrəbin əksinə doğru fırlatdığından bu momentləri bir-birinə bərabər götürdüm. İndi buradan L-lər hər tərəfdən gedir. Elastik qüvvəsinin qiyməti şərtdə verilmişdi 10 Newtondur. Yerinə yazsaq 2 vuraq 10, o da olacaq 20. Həmçinin J-nin qiymətini də 10 qəbul edirəm. M vuraq 10 bərabərdir 20-yə. Buradan M-i alırıq 2 kiloqram. Deməli bizim burada tirciyimizin kütləsi oldu 2 kiloqram. Keçək digər sualımıza. Qüvvə momenti hansı kəmiyyətlərdən asılıdır? Biz bilirik ki, qüvvə momentinin düsturu M bərabərdir. F vuraq L şəklindədir. Deməli burada qüvvə momentimiz qüvvədən və qüvvənin qolundan asılıdır. İkincidə ipin gərilmə qüvvəsi 4 Newton olarsa, qabın və içindəki mayenin birlikdə kütləsini hesablayın. Buranı silirəm. Hansı ki, əlbəttə ki, bu qaba içindəki maye ilə birlikdə ağırlıq qüvvəsi təsir edir. Onda qabın və içindəki mayenin kütləsini hər ikisini bir yerdə M ilə işarə etsəm, onlara təsir edən ağırlıq qüvvəsi mg ilə hesablanacaqdır. Həmçinin ipin gərilmə qüvvəsi də vardır, fikir versəz burada. Hansı ki, bu ipin gərilmə qüvvəsi hesabına ling tarazlıqda qalır və ipin gərilmə qüvvəsi cisimdən ipə doğru yönəlir. Baxın, gördüyünüz kimi cisimdən ipə doğru çəkdim və gərilmə qüvvəsini T hərfi ilə işarə edirəm. İndi burada fikir versəz görərsiniz ki, mg lingi saat əqrəbin əksinə doğru fırlatmağa çalışır. Amma T isə saat əqrəbi istiqamətində fırlatmağa çalışır. Belə olan halda yenə momentlər qaydasından istifadə edəcəyik.
sadə əqrəbi istiqamətində fırladan qüvvənin momenti ilə sadə əqrəbin əksi istiqamətində fırladan qüvvənin momentini bir-birinə bərabər götürəcək. Yəni MJ-ni vuracaqsan dayaqdan olan məsafəsinə. Baxın, fikir versəz 15-dir. Onda yazacağam ki, MJ vuraq 15 bərabərdir. T-ni də vuracaqsan dayaqda olan məsafəsinə. Baxın, fikir versəz 6 santimetrdir. T vuraq 6-ya. Santimetrdən metrə keçmirəm, çünki hər ikisi santimetrlə verilib. Metrlə də ifadə etsəz, eyni cavabı alacaqsınız. Heç bir problem yoxdur. Deməli, M vuraq, J-nin qiyməti 10-dur. Vuraq 15 bərabərdir. Gərilmə qüvvəsi T-ni fikir versəz 4 Newton verilib. 4 vuraq 6 yazıram. Buradan M-i tapsaq olacaq 4 vurulsun 6, bölək 10 vuraq 15-ə. 15 və 6-nı 3-ə aparsaq ixtisar, sürətdə 2, məxrəcdə qalacaq 5. Sürətdə 4 vuraq 2, 8 olur. Məxrəcdə 5 vuraq 10 olur 50. 50-də 8-də 0,16-dır. Deməli, gördüyümüz burada qab və mayenin birlikdə kütləsi 0,16 kiloqramdır. Beləliklə, əziz şagirdlər, burada olan sualların izahını verdim. Ümid edirəm ki, izah sizlər üçün aydın oldu. Əgər ki, izahdan yararlandınızsa da, kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Digər izahlarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun.